Qarabağ bölgəsində yenə güclü külək əsib. Bu dəfə külək Füzuli rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı Qayıdış 4 qəsəbəsində qeydə alınıb. Külək yaşayış evlərinin və yardımçı tikililərin dam örtüklərini, eləcə də onlarla ağacı kökündən qoparıb. Elektrik naqillərinin qırılması nəticəsində uzun müddət qəsəbəyə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Sakinlərdən xəsarət alan olmayıb. Rayon Fövqəladə Hallar Komissiyası küləyin vurduğu ziyanı araşdırır. Bildirim çaxırdı, elə baxırdım ki, görüm nədir. Onda gördüm ki, elə bildim ki, evin üstünə daş yağır. Pəncərəni belə baxdım ki, demək şaqqıldayan evin dəmiriymiş. Mən elə bilirəm ki, daş yağır. Qapıya belə baxıram ki, Allah, evin üstünə daş düşür, yerə düşmür. Sonra yoldaşım dedi ki, daş dəli, götürüb, bu günə qoyur. Burulğan kimi külək gəldi, evin üstünü götürdü, gördüyünüz kimi qaldırıb hamısını, bax, oradan pıramı götürüb, izbor gətirib sırfı pıra. Tokuzadı hamısını qırıb töküb yerə. Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən Baş Mil Muğam kollektorunun üzərindəki qəzalı vəziyyətə düşən körpünün təmiri